Kiyevdə Ukraynanın Milli Tarixi Muzeyində Amerikanın Wedeman Fondu tərəfindən təşkil edilən Azadlıq uğrunda adlı sərgi açılıb. Bu sərgi Ukraynanın müdafiəsinə qalxmış xarici könüllülərə həsr olunub. Geniş miqyaslı müharibə başlayandan bəri Wedeman Fondu Ukraynaya humanitar yardım göstərməklə yanaşı, dərman tədarükü və yaralıların təxliyəsi ilə məşğul olub. Muzeyin direktoru Yuri Savchuk'un sözlərinə görə, sərginin açılış tarixi təsadüfi seçilməyib. Bu tarix Ukrayna prezidenti Volodymyr Zelenskinin dünya vətəndaşlarını Ukraynada demokratiya və azadlığı müdafiə etməyə çağıran fərman imzalamasından düz 3 il sonraya təsadüf edir. Xarici müdafiəçilərin xatirəsini yaşatmaq son dərəcə vacibdir. Bu inanılmaz dərəcədə böyük itkilər və fədakarlıqlar boşa getməsin deyə biz hər şeyi etməliyik. Təbii ki, belə bir sərgi Ukrayna Silahlı Qüvvələrinin döyüş ruhunu yüksəldir. Bu, həm də onu göstərir ki, biz təkcə Avropada deyil, qlobal miqyasda da böyük dəstəyə malikik. Не тільки Європи, а й у світовому масштабі. Azadlıq uğrunda sərgisinin kurator və muzeyin direktor müavini Yuri Korpinis bildirib ki, ilk dəfə Wedeman fondu ilə əlaqə onlara hərbi artefaktlar bağışlamaq üçün müraciət zamanı yaranıb. Sərginin yaradılması ideyası Wedeman fondundan gəlib. Bu, Ukraynada döyüşən xarici əskərlərə yardım göstərən Amerika fondudur. Fond bizə yaxınlaşaraq çoxlu eksponat bağışladı. Beləliklə, ortaq Ukrayna-Amerika layihəsi yaratmaq ideyası yarandı. Hazırda layihədə 23-dən çox ölkə təmsil olunur və 100-dən artıq hərbi əməliyyatların fəal iştirakçıları, həmçinin həlak olan hərbiçilərin ailələri öz eksponatlarını təqdim ediblər. Учасників бойових дій і загиблих воїнів представили свої експонати. Sərginin açılışına hərbi qəhrəman David Baturinin nənəsi Galina Baturina da qatılıb. O bildirib ki, geniş miqyaslı işğal başlayanda onun nəvəsi David artıq 20 ildən çox idi ki, valideynləri ilə birlikdə Amerikada yaşayırdı. Rusların hücumundan xəbər tutan kimi gənc vətənini müdafiə etmək üçün Ukraynaya getməyə qərar verib. Davidin valideynləri oğlum və gəlinim onun fikrindən dayandırmağa çalışdılar. Dedilər, David, orada müharibə var, ölə bilərsən. Nəvəm isə onlara cavab verdi. Əgər ölsəm, siz mənimlə fəxr edəcəksiniz. O artıq Ukraynaya gələndə mənə yazdı. Nənə bilirsən hardayam? Mən Kiyevdəyəm. Sonra həlak oldu. O Amerikalı olduğu üçün cəsədini əvvəlcə Kiyevə gətirdilər. Sonra isə Amerikaya göndərib orada dəfn ediblər. Komandiri onun haqqında danışarkən deyirdi ki, Davidin əla natiqlik qabiliyyəti var idi. Yaşımın çox olmasına baxmayaraq bəzi şeyləri ondan öyrənmişəm. David belə bir insan idi. Йому за 40, він каже, а я вчився у нього. Як? Оце такий був Давид. Azadlıq uğrunda sərgisi hər bir Ukraynalıya və bütün dünyaya azadlığın qiymətinin nə qədər böyük olduğunu xatırlamaq üçün yaradılan bir tədbirdir. Kiyevdən Seymur Şıxəliyev və Ceyhun Şüküroğlu, Amerikan Səsi üçün.